Salam əziz izləyicilərim, Gülün mətbəxinə xoş gəlmisiniz. Bugün mətbəximizdə çox dadlı, süngər kimi yumuşaq zebra keksi hazırlayacağıq. İlk öncə qabımıza 4 yumurta, 1 çimdik duz, 1 stəkan yarım şəkər tozunu əlavə edib, yumurta ağarıb, şəkər əriyənədək mikserlə yaxşıca çırpırıq. Sonra 1 stəkan duru yağ, yarım stəkan süd, 1 paket kabartma tozu, 1 paket vanil, 2 stəkan yarım un əlavə edib, topaq qalmayanadək yaxşıca qarışdırırıq. Bu arada yarım stəkan qozumuzu xırdalayıb bir kənarda gözlədirik. Sonra xəmirimizi 2 hissəyə bölürük. Bir hissəsinə xırdalanmış qozu, o biri hissəsinə isə 2 xörək qaşığı kakao və 2 xörək qaşığı ilıq su əlavə edib, yenidən çox az qarışdırırıq. Keksimizi pişirəcəyimiz istimizi yağlayıb, 1 qaşıq ağ, 1 qaşıq qara olmaqla bütün kütləni qaba əlavə edirik. 180 dərəcəli öncədən isitdiyimiz sobada 25-30 dəqiqə hazır olanadək bişiririk. Bu arada keksimizin üzəri üçün sosumuzu hazırlayırıq. Bunun üçün 1 stəkan isti südə 2 xörək qaşığı şəkər tozu və 1 xörək qaşığı kakaonu əlavə edib yaxşıca qarışdırırıq. Budur, keksimiz də bişdi. Ətri, görünüşü çox gözəldir. Şiş çöplə bir neçə yerdən deşib sosumuzu əlavə edirik. 5-10 dəqiqə gözləyirik ki, keksimiz sosu daha gözəl çəksin. Rəngi, ətri çox gözəldir. Üstünə kakao səpib, dilimləyib nuş edirik. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Videomuzu bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videomuzu bəyənib kanala abunə olmağı unutmayın. Gülün mətbəxində yeni videolarda görüşənədək.